Sülh prosesi irəlilədikcə revanşist dairələrin fəallaşması da müşahidə olunur. Xüsusilə erməni diasporunun müəyyən qrupları və onları dəstəkləyən lobbi şəbəkələri keçmiş münaqişə modelini yenidən gündəmə gətirməyə çalışır. Onların əsas məqsədi regionda yaranmış yeni geosiyasi reallıqları şübhə altına atmaq və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına maneələr yaratmaqdır. Özünü qondarma Artsaq Respublikasının nümayəndəsi kimi təqdim edən Hovannes Gevorkyanın Fransada yayımlanan məqaləsi də bu çirkin niyyətə xidmət edir. Hansısa bir qondarma cinayətkar rejimin təmsilçisi gedib orada, yəni çox rahat oturur, yeyib içməyinlə məşğuldur, kefinlə məşğuldur, istənilən bəyanatları verir, qərəzli bəyanatlarını və yeri gəlmişkən birbaşa Azərbaycan-Ermənistan arasındakı sülh prosesi ilə razılaşmadığını bildirir. Yəni daha çox Ermənistandakı o revanşist qüvvələrə köklənmiş bir bəyanat verir. Yaxşı, bəs Fransa bunu dəstəkləyirsə bu sülh prosesini, bəs buna necə yol verir? Özünü qondarma Artsaqın nümayəndəliyi kimi təqdim edən strukturun Fransa ərazisində fəaliyyət göstərməsi də mübahisə doğuran məsələlərdəndir. Belə bir qurumun rəsmi statusunun olmamasına baxmayaraq, müxtəlif tədbirlərdə iştirak etməsi, görüşlər keçirməsi və media platformalarında çıxış etməsi Fransanın Cənubi Qafqazda sülh yanaşmasına dair şübhələri daha da artırır. Bu cür fəaliyyət separatçı ideyaların informasiya müstəvisində saxlanılmasına cəhd kimi qiymətləndirilir və iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət etmir. Vaşinqton sazişi baş tutub, Trampın iştirakı ilə Ermənistan Azərbaycan qarşısında ötəliklər götürür. Ermənistan Qarabağın artıq ermənilərin məsələsinin keçmişdə qaldığını bildirir. Amma bütün bunlara baxmayaraq Fransız parlamentarilər həm Fransa parlamentində, həm Avropanın müxtəlif parlamentlərində və həm də artıq erməni diasporasının dilindən qondarma hansısa o belə deyək də qara gürultuçuların ofisləri vasitəsilə də bəyanatlar verməkdədirlər. Həm revanşistlər, həm də onların havadarları başa düşməlidir ki, regionda davamlı sülhün təmin olunmasının əsas şərti qarşılıqlı şəkildə suverenliyin və ərazi bütövlüyünün tanınması, keçmiş münaqişə retorikasından imtina edilməsi və revanşist çağırışların təşviq olunmamasıdır. Mövcud olmayan separatçı qurumların siyasi gündəmə qaytarılması istiqamətində atılan addımlar isə sülh prosesini irəli aparmaq əvəzinə gərginliyin saxlanılmasına xidmət edir. Sabir Bilalov, Rauf Məmmədov, ASTV Xəbər.